pranayama səhv eləmirəmsə qeyd edirsən. Bəli. Bu nəfəslə bağlı Nəfəs texnikalardır. üsullarıdır. Nəfəs üsulları nə qədər insan üçün xeyirlidir və biz düz ümumiyyətlə nəfəs alırıqmı? Demək olar, belə bir prinsip Pareto var. Aha. 80% düzgün Nəfəs nəfəs almır. azı. Bəlkə də ondan da çox. Düzgün nəfəs almır. Siz baxsaz körpə uşağa o düzgün nəfəsi. Sonra böyüyəndə nisə dəyişir. Başa düşürsünüz? Ona görə kim ağızla nəfəs alır, kim deməli 3 dənə element var, qarın, döş qəfəsi, bir də körpücüklər. Onlar düzgün hərəkət olmalı, nəfəs alanda da, verəndə də. Onları düzgün eləmirlər. Ona görə nəfəsi də düzgün eləmirsinizsə, insan xəstələnə bilər.